Salam, hər vaxtınız xeyir. Bugün sizə son illərin ən dəhşətli və bütün dünyanı sarsıdan hadisələrindən biri haqqında danışacağam. 2023-cü ilin 18 iyun tarixində 5 nəfərdən ibarət bir qrup dünyanın ən məşhur gəmi qəzası olan Titanikin qalıqlarını yaxından görmək üçün Atlantik okeanının dərinliklərinə səyahətə çıxdı. Onlar bunun ömürlərinin ən unudulmaz macərası olacağını düşünürdülər. Ancaq heç kim təsəvvür belə etmirdi ki, bu səfər onların son səfəri olacaq. Titan adlı sualtı aparat ABŞ-in OceanGate şirkəti tərəfindən hazırlanmışdı və məqsədi turistləri təxminən 3800 metr dərinlikdə yerləşən Titanikin qalıqlarına aparmaq idi. Səfər Kanadanın Newfoundland sahillərindən başladı. Təxminən 2 saat sonra isə sualtı aparatla əlaqə tamamilə kəsildi. Dünyanın müxtəlif ölkələrindən gəmi və təyyarələr axtarış əməliyyatına qoşuldu. Günlərlə okeanda axtarış aparıldı. Hətta dənizin dərinliklərindən gələn müəmmalı döyüntü səsləri belə qeydə alındı və ümid yarandı ki, bəlkə də içərdəkilər hələ də sağdır. Lakin acı həqiqət tamam başqa idi. Sonradan aparılan araşdırmalar göstərdi ki, Titan sualtı aparatı okeanın nəhəng təzyiqinə tab gətirə bilməmişdi. Dənizin 3800 metr dərinliyində təzyiq yer səthindəki atmosfer təzyiqindən təxminən 380 dəfə artıqdır. Bu, hər kvadrat santimetrə yüzlərlə kiloqram gücün təsir etməsi deməkdir. Mütəxəssislərin fikrincə aparat bir anda imploziya, yəni çölə deyil, içəriyə doğru çökmə hadisəsinə məruz qalıb. Bu proses o qədər sürətli baş verib ki, cəmi bir neçə millisaniyə ərzində sualtı aparat tamamilə içinə doğru çöküb. İnsan beyninin baş verənləri dərk etməsindən belə daha qısa zamanda hər şey sona çatıb. İçəridə olan 5 nəfərin heç birinin xilas olmaq şansı olmayıb. Həmin gün aparatda olan şəxslər bunlar idi. OceanGate şirkətinin rəhbəri və pilotu Stockton Rush, Britaniyalı milyarder Hamish Harding, Pakistanlı iş adamı Şahzadə Davud, onun 19 yaşlı oğlu Süleyman Davud və məşhur fransız Titanik tədqiqatçısı Paul-Henri Narjol. Bir neçə gün sonra uzaqdan idarə olunan dərinlik aparatı Titanikin yaxınlığında Titan sualtı aparatının qalıqlarını aşkar etdi. Bununla da bütün ümidlər sona çatdı. Bu faciə bütün dünyaya bir daha göstərdi ki, okeanın dərinlikləri hələ də insan üçün ən təhlükəli və sirli məkanlardan biridir. Texnologiya nə qədər inkişaf etsə də, təbiətin nəhəng gücü qarşısında edilən ən kiçik səhv belə geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Mən növbəti maraqlı və real hadisələrlə yenidən qarşınızda olacağam. Özünüzə yaxşı baxın. Sağ olun.